xeyir olsun. Bu günlərdə Bərdə rayonunun böyük görüşündə belə bir evimiz satışa çıxdı. Evimizin ərazisi 1 hektar ərazisi var. 1 hektar. Buradan o başa, bax belə kvadrat məhlədir. Evimizin içərisi tam təmiri vəziyyətdədir. Evimizin həyətində 40 başlıq, iri buynuzlu heyvan üçün 40 başlı tövləsi hazırdır. Buyurun ərazidə tövləmizdə təqdim edək. Bura həyətimizdə tövlə olan yerdir. Buyurun tövlənin də içərisini təqdim edək. Tövləmizin içəridə okurları hazırdır, tam şəkildə. Atalığını da götürün, zəhmət olmasa, çorunu povuzadır, tam yerindədir, hamısı şamdır. Evimizin sənədləri paket kutusadır. 1 hektar ərazisi var. Buranı alan şəxslər burada mal, heyvan saxlaya bilər. Həyatı da böyük 1 hektar ərazidir. Buyurun sizə evin də daxil hissəsini təqdim edək. Burada da belə bir ambarımız var. Burada ambar kimi istifadə edə bilərsiniz. Buranın da patoloğu şamdır, sirləri təmtəzə. Evimizin qabağı tam etmə döşənli. Bura evimizin ön hissəsidir. Daxil oluruq evin içərisinə. Evimizin içərisi tam təmirli vəziyyətdədir. Əvvəldən axıra qoşabarı iləndir. Bura evimizin koridor hissəsidir. Evimizin bu hissəsi mətbəx və hamam və sancından ibarətdir. Burası da tam təmirli vəziyyətdədir. Bu hissəsində bir yataq otağı yerləşir. Burası da tam təmirli vəziyyətdədir. Evimizin bu hissəsində də qonaq otağı yerləşir. Burası da tam təmirli vəziyyətdədir. Hörmət tamaşaçılar, evimiz 1 hektar ərazisi var. Həyətində 40 başlıq tövləsi var. Evimiz əvvəldən axıra qoşabarıdır. Sənədləri paket kupsadır. Tam sənəddən hazır vəziyyətdədir. Evimizin satış qiyməti 43.000 manatdır. Razılaşma yolda var. Allah alana da, satana da xeyir versin. Evimizin sənədləri tam şəkildə hazırdır. İstədiyiniz vaxt alqı-satqıya çıxa bilərsiniz. Sizlərin nəzərinə çatdırım ki, kimin torpağı, evi varsa, profildə olan əlaqə nömrəsi ilə əlaqə saxlayarsınız. Gəlirik, çəkərik, paylaşarıq, satarsınız, Allah badarınıza versin. Sizdən mən idim, babam Makrel, sağ olun, gələn görüşlərə dək.